Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə bir nömrəli xüsusi təyinatlı Suraxanlı, Qəbələ və Saatlı rayonları yanğından mühafizə hissələrində açıq qapı günü tədbirlər keçirilib. My Garden, Peter Pan, Indigo, Dəniz uşaq bağçalarının azyaşlı və tərbiyəçilərinin, həmçinin Saatlı şəhər 2 nömrəli tam orta məktəbin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin şagird və müəllimlərinin iştirak etdikləri tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, yanğın söndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub. Açıq qapı günü tədbirlərində iştirakçılara yanğın söndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Onlara ilkin yanğın söndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğın söndürmə və digər qəza xilas etmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar. Tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.